Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bugün Azərbaycanımızın çox gözəl bölgəsi olan Kürdəmir rayonunda. Kürdəmir rayonunda mən illər əvvəl dəfələrlə gözəl çəkişlər eləmişəm və təqaüddə olan müəllimlər, rektor müəllimlər və sınav müəllimlər haqqında gözəl çəkişlər eləmişəm. Bu günlərim həm təqaüddə olan müəllim, həm qabaqcıl, qocaman bir anamızı, müəllimlərimizi sizlərə təqdim etmək istəyirəm. Mən burada sizi xoş gördük. Uğurlarınız bol-bol olsun. Hər zaman vətənini başımıza eləmişsiniz. Adınız, soyadınız? Həsənova İmmi Murad qızı. Neçə il təhsil sahəsində çalışmışsınız? 40 ildən artıqdır. Biraz arada işləməmişəm. Çox gözəl, 40 ildən çox. Hansı fən tədris eləmişsiniz? Texnologiya. Çox gözəl. Biz sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq. Hörmətli izləyicilərimiz, müəllimə təkcə məktəbdə texnologiya fənni deyil, yəni əsl əmək təlimi deyil, həm də ki, məktəbdə İldə repetitor olmaqdan məşğul olmuşam. Təlimlərdə çox iştirak Rektor nə məşğul olmusunuz? İbtidai sinif, bir də ki, inklüzivdə o zehni loqoped defekti olub uşaqlarla hazırda da sinif otağım var, məşğul oluram. Həm də rektor müəllimsiniz. Hə, bu dəqiqə məşğul oluram. Çox gözəl, çox gözəl. Biz rektor müəllimlər haqqında gözəl çəkişlər edirik və biz sizə uğurlar dilərik. Çox gözəl uşaqlarım olur. Yəni ki, bu disleksiyalı uşaqlarla işləyib az müddətdə onları oxumağı öyrədə bilirəm. Hətta yazmağı da öyrədirəm. Az bir, 2-3 ay müddətində. İnşallah. Əziz izləyicilərimiz eşitdiniz. Bəli, kimin ehtiyacı olsa, bütün Kürdəmirdə, uzaqda, yaxın bölgələrdə olan insanlar bizim ümumi müəllimlərə müraciət edə bilərsiniz. Həm təhsil üzrə, həm də ki, ehtiyacı olan uşaqlara bəli ehtiyacı var və sizə öz adımızdan dərin təşəkkür bildirirəm. Müəllim 40 ildən çox təhsil sahəsində çalışıb və o cümlədən şagirdlərə vətənimi sevməyi, bayrağımı sevməyi, dövlətimi sevməyi öyrədildi. Ona görə müəllimə biz öz adımızdan sağ ol deyib, biz də ona görə Çağdaş Təhsil qəzetinin xüsusi buraxılış jurnalında müəllimi işlandırırıq və sizə təbrik edirəm. O gün olsun ki, inşallah ən yüksək adlara layiq görüləsiniz. Biz də gələk sizlərlə bağlı gözəl çəkiliş edəyəm müəllimə. Həmişə uşaqlarımla fəxr edirəm, getirdiğim uşaqlarla gözəl şagirdlərim var idi də, gəlirlər mütəmadi. Bilsəydim elə çıxardardım onların mənə yazdıqları gözəl bir hədiyyələrdə, yazdıqları ilin ən yaxşı Neçə övlad var müəllimə? Bütün uşaqlar sizin övladlarınızdır və Azərbaycanda nə qədər şagirdlər var, hər kəsə sizin övladlarınızdır. Həkim uşaqlarım Coviddən. Allah kimi olsun, Allah rəhmət eləsin, torpaqlarından da olsun. Oğlumun kitabıdır kardiologiya, kardiolog olub. Allah rəhmət eləsin və bizim bütün şagirdlər hamısı müəllimin övladları sayılır. Bütün insanlar müəllimin övladları sayılır. Mən Çağdaş Təhsil komandası olaraq sizi ki, müəllimlərlə biz fəxr edirik, qürur duyuruq və bizlər sizin hər biriniz oğlunuzuq, hər biriniz biz sizin xidmətinizdəyik. Təşəkkür edirəm. Sağ olun.